Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Ürəyiniz bədəninizin ən dəyərli incisidir. Bəs o sizə nə demək istəyir? Təzyiq, nəbz, ritm pozğunluğu. Ürəyimiz niyə yorulur? Pasiyentləri düşündürən sualları, kardiologiyanın sirlərini və sağlam ürəyə aparan yolu Sağlamlıq İnciləri proqramında İnci Kliniki mütəxəssisləri açıqlayır. Bugünkü qonağımız uzman doktor Fuad Səmədovdur. Kardioloq, baş həkim. Ürəyinizin səsini bizimlə dinləyin. Sualım mitral qapaq çatışmazlığı haqqındadır. Pasiyentin ciddi mitral qapaq çatışmazlığı varsa, stres exokardioqrafiya müayinəsi cərrahi müalicənin seçiminə təsir edirmi? Çox sağ olun sual üçün. Stres exo müayinəsi ümumilikdə qapaq xəstəliklərinin istəyir diaqnozunda, istəyir müalicə qərarlarında önəmli bir müayinədir. Qapaq çatışmazlığı ciddi olsa belə, bu xəstələrdə belə stres exo yenə də köməyimizə çatır. Birinci, ən önəmli köməyi bundan ibarətdir ki, pasiyentin şikayəti varmı, yoxmu bunu ayırmağa kömək edir. Çünki pasiyentin ola bilər qapağında ciddi çatışmazlıq olsun, lakin heç bir şikayəti olmasın. Bu halda əksər hallarda əməliyyat onsuz da göstəriş deyil. İkincisi, olan şikayətin nə dərəcədə qapaq çatışmazlığı ilə əlaqəlidir və ya deyil, bunu ayırmağa kömək edir. Bu şikayətlə əlaqəli hissəsi. Bir də təbii ki, pasiyentin xəbərinin olmadığı, bizim exo müayinəsində ürəyin işləyişi ilə əlaqəli baxdığımız müəyyən parametrlər var ki, sakit vaxtı exodakı parametrlər hərəkətlə, fiziki yüklənmə ilə necə dəyişir, bunu görməyə imkan verir. Orada elə parametrlər var ki, onları görməyimiz pasiyentin şikayəti yoxdursa belə daha erkən əməliyyat qərarı verməyimizə səbəb ola bilər. Həkim, mənim atamda sinədən kürəyə vuran ağrılar var idi və həkimə müraciət elədi. Həkim əməliyyat göstərdi. Əməliyyatdan 6 il keçməsinə baxmayaraq yenə də həmən ağrılar davam edir. Bunun səbəbi nə ola bilər? Əməliyyatdan sonra keçən 6 il əslində kifayət qədər uzun bir müddətdir və ürək damarlarına şuntlama əməliyyatı keçirmiş pasiyentlərin bir çoxunda 1 il, 2 il sonra belə təzə problemlər, təzə darlıqlar və ya cərrahın tikdiyi damarlarda yeni əmələ gələn problemlər baş verə bilər. O ki, qaldı şikayətlərlə əlaqəli. Bunun bir neçə izahı ola bilər. Bunlardan birisi odur ki, pasiyent, məsələn 60 yaşında bir kişi döş qəfəsində və ya kürək nahiyəsində ağrısı olur. Bunun üçün ilk olaraq kardioloqa müraciət edir. Xüsusilə də siqaret çəkirsə, biz əksər hallarda müayinələrdən keçirdikdən sonra angioqrafiya eləyib orada bir darlıq aşkarlaya bilirik. Amma pasiyentin şikayəti bəlkə də heç ürəyi ilə əlaqəli olmaya bilər. Döş fəqərələri ilə, oradakı sinirlərlə və s. əlaqəli ola bilər. Və baxmayaraq ki, biz pasiyentin böyük bir problemini, ürək damarındakı darlıqları cərrahi yolla ortadan qaldırdıq, amma digər əsas şikayətə səbəb olan problem olduğu kimi qalır. Səbəblərdən biri bu. Digər bir səbəb təbii ki, bu 6 il ərzində təzə darlıqlar əmələ gəlmiş ola bilər. Hansı ki, yenə də ürəyin qidalanması ilə əlaqəli problemlərə səbəb olub ağrılara gətirib çıxarda bilər. Və üçüncü məqam da bundan ibarətdir ki, cərrahiyyə olunan xəstələrdə belə bir çox hallarda xırda, incə damarlarda darlıqlar olur ki, onlara cərrah da heç bir əlavə müdaxilə edə bilmir. Damar xırda olmuş olsa belə, o darlıqlar, xırda damarın darlıqları da ciddi ağrılara səbəb ola bilir. Sonuncu məqam da bundan ibarət ki, əksər hallarda, özəlliklə də gənc pasiyentlərdə ürək damarlarında bir darlıq aşkarlandı, stent taxıldı və ya əməliyyat olundu. Bu pasiyentlər üçün çox vaxt bu gözlənilməz bir hadisə olduğu üçün
müəyyən psixoloji problemlərə gətirib çıxardır. Pasient bunun fərqində olsa da, olmasa da və bir çox ürək-damar xəstəsinin əslində şikayətlərinin bir qismi sırf psixoloji faktorla əlaqəli olur. Exo müayinəsindən keçmiş bir xəstəyə ürək qapaq qusuru diaqnozu qoyulmuşdur və təbii ki, cərrahi əməliyyat məsləhət bilinmişdir. Bu müayinə metodu cərrahi əməliyyata göstəriş üçün kifayət edirmi, yoxsa əlavə müayinələrə ehtiyac duyulurmu? Çox təşəkkür edirəm. Önəmli bir məsələyə toxunan bir sualdır. Bəzi pasientlər üçün həqiqətən sadəcə exo müayinəsi ilə birbaşa əməliyyat qərarı verilə bilər. Amma gündəlik praktikada gördüyümüz pasientlərin bir çoxunda sadəcə exo ilə əməliyyat qərarı vermək bir qədər tələsik bir yanaşma olur. Ümumilikdə exo dediyimizdə əslində exonun tək bir dənə müayinə olmadığını nəzərə almamız. Exonun fərqli növləri var. Əksər halda pasientlərin, bir çox digər ixtisas həkimlərin dediyi exo sinədən baxdığımız exodur. Hansı ki, çox dəyərli məlumatlar verir, amma özünə görə çatışmayan cəhətləri var. Bizim başqa 2 exo müayinəmiz daha var. Birisi qida borusundan exodur. Hansı ki, qapaq əməliyyatlarının qərarını verməkdə, hətta qapaq əməliyyatı əsnasında çox dəyərli məlumatları verir və sinədən baxdığımız exo ilə müqayisədə çox daha dəqiq məlumatlar almağa imkan verir. İkinci digər exomuz isə stres exodur. Stres exoda da pasientin qapağını hərəkət əsnasında, fiziki yük əsnasında dəyərləndirmə fürsətimiz olur. Bir çox pasientdə normal sinədən baxdığımız exodan sonra bir çox hallarda stres exoya da, qida borusundan exoya da ehtiyac olur. Bundan başqa ürək üçün tomoqrafiya müayinəsi, ürək üçün MRT müayinələri də var ki, bunlar da qərarın verilməsində xüsusilə təkrari qapaq əməliyyatlarında, xüsusilə yaşlı xəstələrdə, xüsusilə yanaşı başqa xəstəlikləri olan, yəni qərarın çox sadə olmadığı durumlarda çox dəyərli məlumatlar verir və əksər hallarda bəlli bir yaşın üstündəki xəstələrdə əməliyyat artıq qərar verilibsə, mütləq əməliyyatdan öncə ürək damarlarının angiografiyasını da eləyib ona görə qərar verir. Bir sualım olacaq. Bir kardioloq olaraq mən düşündürən məsələ odur ki, niyə təngnəfəslik şikayəti qadınlarda kişilərdən daha çox rast gəlinir? Sizcə qadınlar daha çox şikayət etməyə meyllidirlərmi? Onunla bağlıdır, yoxsa özlərinə yaxşı baxmırlar? Zənnimcə siz özünüz bu sualın hardasa cavabını bilirsiniz. Mən deməzdim ki, qadınlar daha çox şikayət eləməyə meyllidirlər. Hətta bütün dünyada tibbdə belə bir fenomen var. Bir pasient hansısa bir şikayətlə gəldikdə, pasient kişidirsə, adətən o pasientlərdə bir çox müayinələr aparılır. Amma pasient qadındırsa, eyni şikayətlə gəlməyinə baxmayaraq, bir çox hallarda dərhal bunun çox da həqiqi bir xəstəlikdən qaynaqlanmadığını, bir psixoloji bir durum olduğu düşünülür və bir çox qadın pasientin ehtiyacı olmağına baxmayaraq, bütün lazım müayinələr olunmadan gərəksiz bir erkən arxayınlaşdırma durumu var. Bu Azərbaycandan bəhs eləmirəm, bütün dünyada, yəni fərqli səhiyyə sistemləri olan ölkələrin demək olar ki, hər birisində var olan bir durumdur. O ki qaldı təngnəfəsliyin qadınlarda daha çox olmağı ilə əlaqəli yaş qrupuna ayırsaq, özəlliklə bir 60-65 yaşından yuxarı qadınlarda təngnəfəsliyin önəmli səbəblərindən birisi ürək çatışmazlığıdır. Lakin bu yaş qrupuna xas olan xüsusi bir ürək çatışmazlığı qrupudur ki, ürək çatışmazlığı deyəndə adətən artıq pasientlərimiz də öyrəniblər. Exo eləyən kimi dərhal soruşurlar ki, atım fraksiyam neçədir? Həmin bu qrupda atım fraksiyası adətən normal olur və bunun tibbi adı bilirsiniz ki, atım fraksiyası qorunmuş ürək çatışmazlığıdır. Özəlliklə şəkəri olan, artıq çəkisi olan, nisbətən hərəkətsiz həyat tərzi keçirdən, diz oynaqlarında problemi olan və dolayısıyla daha az hərəkətli bir həyat tərzi keçirdən, psixolojik olaraq yüklənmiş insanlarda bu problemlə daha sıx qarşılaşırıq və
bütün dünyadakı problemlərimizdən birisi də budur ki, səhiyyə ilə əlaqəli. Adətən bu xəstələrin bir çoxuna düzgün diaqnoz qoyulmur. Hətta bayaq dediyim kimi əsassız bir şəkildə bu təngi nəfəsliyin qətiyyən ürəklə əlaqəli olmadığı bildirilir və daha çox psixoloji səbəblər və s. qabardılır. Halbuki bu xəstələrin bir çoxunda biraz daha diqqətli davranılıb, lazım müayinələr aparıldığı təqdirdə, lazım analizlər aparıldı. Bunların bir çoxunda həqiqətən atom fraksiyası qorunmuş ürək çatışmasının olduğunu görə bilirik. Mənim 42 yaşım var. Check-up müayinəsi zamanı qanımdakı pis xolesterininin səviyyəsinin yüksək olduğunu öyrənmişəm. Həkimim mənə buna görə dərman təyin edib, amma mən həkimimə inansam da tərəddüdlə yanaşıram. Sizcə mən dərman müalicəsinə başlamalıyam? Birincisi pis xolesterin anlayışı. Bu bir qədər bəlkə də biz həkimlərin pasientlərə izah eləmək üçün bəlkə də uydurduğumuz bir ifadədir. Pis xolesterin əslində orqanizmimizdə hər birimiz üçün lazım olan bir molekuldur, birləşmədir. Lakin bunun miqdarının lazım olandan artıq olması əslində pisdir. Molekulun özündə bir pislik yoxdur, miqdarı ilə əlaqəli bir durumdur. İkincisi, 155 LDL xolesterinə dərman qəbul eləməlidirmi 42 yaşında birisi? Elə pasiyentlər olacaq ki, bəli, mütləq şəkildə qəbul eləməlidir. Eləsi var ki, ümumiyyətlə qəbul eləməməlidir. Elə pasiyentlər də var ki, burada pasiyentlə birlikdə durumu müzakirə elədikdən sonra qərar verməliyik. Yəni, o verilən məlumatda ciddi bir çatışmayan məlumatlar var. Nədir? Pasiyentin yanaşı xəstəliyi varmı, yoxmu? Şəkəri, təzyiqi və s. varmı, yoxmu? Bundan asılı olaraq dəyişəcək. Pasiyentin ailəsində erkən ürək-damar xəstəlikləri, erkən infarkt keçirdən, stent taxılan, bypass olunan insanlar varmı, yoxmu? Bundan asılı olaraq dəyişəcək. Pasiyentin çəkisindən asılı olaraq dəyişəcək. Pasiyentin yanaşı qalxana bənzər vəzi ilə əlaqəli, böyrəklə əlaqəli və s. vəziyyətinə asılı olaraq dəyişəcək. Ümumi qaydamız belədir. Sadəcə LDL xolesterinə və ya o pis xolesterin olaraq sualda bildirilən hissəyə fokuslanmırıq. Ondan savayı əsas fokuslandığımız hissə pasiyentin növbəti 10 ildə ürək-damar hadisələri keçirmə riskinə fokuslanırıq. Bunun üçün əlimizdə müxtəlif kalkulyatorlar var. Pasiyentin məlumatlarını oraya daxil elədikdən sonra baxırıq ki, pasiyentin riski necədir? Aşağıdırmı, ortadırmı, yuxarıdır, yoxsa çox yuxarıdır? Bundan asılı olaraq qərarımız dəyişir. Məsələn, yuxarı riskdə birisində 120 dəyərində xolesterin dərmanı başlaya bilərik. Aşağı riskdə isə 170-də belə başlamaya bilərik. Bu hissəsi bəlkə də ən vacib hissəsidir. LDL xolesterin də təbii ki, onunla birlikdə qərar verəcək. Üçüncü, bu sualın bəlkə də ən önəmli hissələrindən birisi tərəddüdlə əlaqəlidir. Bir çox insanda xolesterin dərmanları ilə, statinlərlə əlaqəli tərəddüd var. Bunu dilə gətirməsə də müntəzəm qəbul edən pasiyentlərin bir çoxunda da bu məqam var. Lakin tərəddüdün mənbəyi əslində bir çox hallarda tibbi məlumatlar deyil. Daha çox internetdə, sosial mediada, əksər hallarda da əsası olmayan, altı boş məlumatlardır ki, bir çox halda bunu izləyən pasiyent səhvən o məlumatların ona da şamil olunacağını düşünməyə başlayır. Burada hansısa bir yarımçıq məlumat, demək ki, bu statin mənim üçün də yaxşı dərman deyil kimi bir hissə qapılmağa başlayır. Lakin əksər hallarda əgər bir həkimimiz sizin bütün məlumatları incələdikdən sonra xolesterin dərmanının sizin üçün uyğun olduğuna qərar veribsə, o barədə arxayın olub dərmanı qəbul edə bilərsiniz. İkinci məqam isə bundan ibarətdir ki, 155 dəyərindən fərqli olaraq 190, 200 və daha yuxarı dəyərlər tamamilə başqa kateqoriyadır. Burada adətən irsi ailəvi bir xolesterin problemindən söhbət gedir və istəyir sosial mediada, internetdə və s. olan məlumatların heç birisi bu xəstə qrupuna aid deyil.
Yəni bir insanın LDL xolesteri 220 çıxıbsa, bu pasiyentə xolesterin dərmanı verilməsi ilə əlaqəli mübahisəli heç bir mövzu yoxdur. 155 ilə əlaqəli müzakirə oluna bilər. Əgər dərmanın xeyri ola biləcək zərərlərindən daha belə deyim də üstündürsə, əlbəttə ki, dərmanı başlayır. Doktor, mənim də sualım var. Anadan gəlmə və sonradan yaranan ürək qüsurlarının erkən diaqnozu üçün hansı müayinələr vacibdir? Əslində hazırki zəmanədə daha hamiləlik mərhələsində fetal exonun ölkəmizdə də kifayət qədər yayğın olduğunu nəzərə alsaq, bir çox anadan gəlmə ürək qüsurlarını əslində elə ana bətnindəykən aşkarlama şansımız var. Və mən bir böyük kardioloq olduğum üçün əslində mənə qədər demək olar ki, ürək qüsuru aşkarlanmamış hansısa bir yeniyetmə və ya da yetişkin şəxs olmamalıdır. Onlar erkən yaş dönəmlərində, hətta bəlkə məktəbə başlayana qədər bir çox qüsur aşkarlanıb müalicə olunmalıdır. Amma bir çox ürək qüsuru da var ki, bunlar heç bir şikayətə səbəb olmur. Təsadüfən 70 yaşında öd kisəsi əməliyyatı olunacaqkən, həkimin istəyi üzərinə kardioloji müayinələrdən keçərkən təsadüfən aşkarlana bilir. Və bunların bir çoxu ola bilir ki, o yaşda da heç bir şey tələb eləmir, lakin təəssüf ki, Azərbaycanda bu xəstə qrupunu kifayət qədər görürük. Hansı ki, qüsur var, qüsur çox gecikdirilib və artıq heç bir əməliyyat şansı da yoxdur, ancaq dərman müalicəsində bunu idarə etməyimiz lazımdır. Bu durumda təbii ki, əlbəttə ki, ən sadə müayinə exo müayinəsidir. Hansı ki, bir şüalanma riski yoxdur, ucuz müayinədir, ölkənin hər tərəfində əlçatan müayinədir. Bu baxımdan bizim birinci mərhələdə ehtiyacımız olan müayinə exo müayinəsidir. Və bu sualın içində önəmli bir yeri qadınlar tutur. Çünki bir çox qadının əslində kişidən fərqli olaraq bir hamiləlik dönəmində həm müayinələrdən keçmə şansı olur, həm də qüsur varsa da onun özünü büruzə vermə ehtimalı artır hamiləliyin gedişatında. İndi sualınızın cavabını yekunlaşdıracaq olsaq, ən rahat müayinə exo müayinəsidir. Bu böyük şəxslər üçün, amma uşaqlar üçün mümkün qədər təbii ki, bu fetal exo ilə başlayıb ana bətnindəykən və erkən illər, həyatın erkən illərində də exo müayinəsində bunu aşkarlaya bilərik. Doktor İnci klinikasında çalışırsınız. Azərbaycanın hər yerində biz bu müayinələri edə bilərik. Fərqiniz nədir? Yəni bu qədər klinikalar var, bu qədər avadanlıqlar var, hamı eyni şeydir. Yəni fərqiniz nədir? Niyə İnci klinikasına yaxınlaşmalıyıq? Çox sağ olun. Əslində normal, məntiqli hər bir insanın soruşacağı bir sualdır ki, niyə məhz hansısa X müəssisəsi və ya bizim sualımızda İnci klinikasına müraciət edeyim. Burada bir neçə dənə amili sadalaya bilərik. Birincisi, əlbəttə ki, komandamızla əlaqəli. İkincisi, ümumi yanaşma məntiqimizlə əlaqəli, yəni bütün komandamızın yanaşmasındakı ana məsələ bizə etibar eləyən, bizə müraciət edən pasiyentin problemini həll etməyə fokuslanmışıq. Bu həll etmə sürəcində müəyyən müayinələr bizim klinikada əlçatan ola bilər, bəziləri olmaya bilər, lakin ana məntiq budur ki, bizim qapımızdan girən pasiyentin biz şikayətini, dərdini necəsə həll eləyib o pasiyentin rahatlatmağa kömək eləyək. Və üçüncü, ən vacib məqam da təbii ki, komanda kifayət qədər təcrübəli ola bilər, komandanın ümumi iş məntiqi çox gözəl ola bilər, lakin yetərli avadanlıq olmadığı təqdirdə bu sadəcə bir niyyət olaraq qalır, bunu əmələ çevirə bilmirik. Amma hazırda bizim İnci klinikasında istəyir normal ekokardioqrafiya müayinəsi, hansı ki sinədən olunan müayinədir. Bunun bugünkü zəmanədə mümkün olan ən üst cihaz modellərindən yerinə yetirə bilirik. İkincisi, qida borusundan olunan ekokardioqrafiya müayinəmiz var ki, və bunun da özəlliklə qapaq xəstəliklərinin
diaqnozunda, müalicə qərarının seçilməsində bizə çox ciddi köməyi var, həm də pasiyentə təbii ki. Bunu ən keyfiyyətli şəkildə icra edə bilirik. Stress echo müayinəmiz var ki, ölkəmizdə bildiyim qədər ya çox məhdud mərkəzdə var, ya ümumiyyətlə yoxdur və bu da özəlliklə ürək kimi hərəkətdə işləyişi çox dəyişən bir orqanın sakitlik vaxtı yox, sırf hərəkətdə düzgün dəyərləndirməyə imkan verən bir müayinədir. Yəni yekun olaraq həm komanda, həm yanaşma məntiqi, üstəgəlində cihazlar arsenalını bir yerə yığdığımızda gözəl bir nəticə çıxarda bilirik. Salam doktor. Bizim fermamız var. Təbii süd məhsulları əldə edirik və bunu ürəyim istədiyin qədər yeyə bilərəmmi? Öncəliklə deyərdim ki, çox şanslı insanlardan birisiniz. Hazırki zəmanədə öz belə deyim də əməyinizlə hazırlaya bildiyiniz təmiz məhsullara əliniz çatır. O ki qaldı ürəyiniz istəyən qədər yemək məsələsinə. Təbii ki, hər birimiz ürəyimiz istəyəni edə bilərik, amma bunun nəticəsi ilə də hardasa üzləşməyi gözə almalıyıq. İstəyir təbii, istəyir çox da təbii olmayan, bugün üçün daha çox marketlərdə və s. ala bildiyimiz tərkibləri ciddi bir şübhəli olan məhsullar olsun. Əlbəttə ki, bunların da müəyyən qəbul edə biləcəyimiz normativ, belə deyək də, dozaları var. Təbiidir deyə də həddən artıq yağ, pendir və s. istifadəsi əlbəttə ki, sağlamlığımız baxımından doğru olmaz. Çox vaxt bizə bu sualı sırf ürək baxımından soruşurlar ki, yəni ürək xəstəliklərinə təsiri ilə əlaqəli. Bunu vurğulamaq istəyirəm ki, insanımızın bir qədər yanaşması xətalıdır. Ürək xəstəliklərinin bünövrəsi bəlkə də 10 yaşından, 20 yaşından qoyulur və bu bizim əslində keçdiyimiz bir həyat yolculuğunun bir nəticəsidir və burada sadəcə qida faktoru yoxdur. Bütün hər şey var. Yaşadığımız mühitin havasının, suyunun təmizliyindən, iş mühitimizin, ailə mühitimizin stresi, bir çox şey var. Amma biz təbii ki, sehirli bir formul tapmaq istəyirik. Hansı ki, mən nə isə yesəm, ürəyim daha sağlam olarmı? Təəssüf ki, bu qədər sadə bir formulla işləmir və biz ən azından həm bundan sonrası üçün öz həyatımızı daha maksimum bütün incəliklərinə qədər necə sağlamlaşdıra bilərik, buna baxmalıyıq və 2, əgər artıq bizdən keçibsə yaş etibarı ilə ən azından növbəti nəsli biz necə eləyək ki, övladlarımız maksimum daha təmiz mühitdə, təmiz qidalar və maksimum stressdən uzaq mühitdə yetişsinlər ki, çünki bayaq dediyim kimi ürək xəstəliklərinin kökü əslində yeniyetməlik dönəmindən belə öncə başlayır. Hətta bəzi tədqiqatlar var ki, orada ana bətnində ikən belə artıq ilkin tumurcuqlarının başladığını bilirik və bir körpə dünyaya gəldikdən sonra nə ilə qidalanması belə, hətta belə deyək də, ətrafdakı söhbətləri anlamadan belə, valideynləri arasındakı ünsiyyətin belə yekunda o körpənin gələcək sağlamlığını, həmçinin ürək-damar sağlamlığına təsir etdiyini bilirik. Davamlı olaraq bir sual olunur ki, Azərbaycanda ürək-damar xəstəlikləri niyə bu qədər çoxdur, yeməyimiz, içməyimiz və s. Bunlar hamısı var. Amma zənnimcə Azərbaycan əhalisini ən çox ürək-damar xəstəsi edən şeylərdən birisi gərəksiz stressin həddən artıq çox olmağıdır. Yəni və bu hər yaş qrupunda fərqli cürədir. Orta məktəb şagirdlərində tutaq ki, institutda, universiteti qazanacağamı, qazanmayacağamı stresi, aktiv iş yaş dönəmində olanların işini daha irəliyə apara bilməyəcəyinə əlaqəli, pensiya dönəmindəkinin başqa, xəstəliyi olanlarda başqa, hərədə bir çox stres mənbəyi var və bunların bir çoxu da aydındır ki, əksər halda heç bir şey dəyişdirməyən stresslərdir. Lakin bu stresslər təəssüf ki, pasientlərimizdə, ümumi cəmiyyətdə o qədər çoxdur ki, bu səbəbdən bir çox Azərbaycanlı pasientin təzyiqlərini ümumiyyətlə demək olar ki, səliqədə saxlamaq imkansız dərəcədə çətindir. Birinci növbədə əlbəttə ki,
yetərli qədər və düzgün saatlarda yatdığımız təqdirdə istəyir gələcəkdəki ürək-damar xəstəlikləri, istəyir təzyiq, istəyir şəkər, istəyir bir çox metabolik xəstəlikdən özümüzü qoruya bilirik. Əlbəttə ki, bu o mənaya gəlməməlidir ki, yəni günün yarısını yataraq keçirdik. Bu bir. İkincisi, qidalanma ilə əlaqəli önəmli məqamlardan birisi səhər yeməyimizin mümkün qədər düzənli bir şəkildə yeməyə çalışmalıyıq, ən azından həftənin bir çox günlərində. Hazırki dövrdə bu ciddi bir şəkildə çətinlik törədən durumlardan birisidir. Ən önəmli məsələ fiziki aktivliyimizi qorumalı və artırmalıyıq və bunu mümkün qədər idman zalları və s. deyil də gündəlik həyatımızı aktivləşdirməyin, iş rejimimizi daha aktiv hala gətirməyin üstündə düşünməliyik və sonuncu bir məqam xüsusilə ailəsində ürək-damar xəstəlikləri olan, özəlliklə 50 yaşından cavan atası, əmisi, dayısı və s. infarkt keçirmişlər xüsusilə diqqətli olmalıdır. Özəlliklə də zərərli vərdişlər, burada xüsusilə siqareti, həmçinin elektron siqareti və günümüzdə təəssüf ki, çox istifadə olunan, kütləvi şəkildə istifadə olunan energetik içkiləri, bəlkə biraz qəribə olacaq, ən sonda alkoqolu qeyd eləyərəm. Mümkün qədər bütün bu saydıqlarımdan belə deyim, azad olub daha sağlam bir həyat rejimi yaşamamız lazımdır.